Gəlin 17 nömrəli test tapşırığının izahına baxaq. Choose the correct interrogative sentence. Düzgün sual cümləsini seçin. Bilirik ki, sual cümləsinin quruluşu sual söz, köməkçi fe'l, mübtəda, xəbər formasındadır. Burada how many documents bizim sual sözümüzdür. Daha sonra biz köməkçi fe'l gəlməlidir. Köməkçi fe'limiz diddir. A variantını çıxırıq, did yoxdur. Həmçinin E variantında da did mübtədadan sonra yazılıb, əvvəl yazılmalıdır. Buna görə E variantını çıxırıq. Qaldı B, C, D variantı. Köməkçi fe'ldən sonra mübtəda, daha sonra xəbər gəlməlidir. D variantını çıxırıq, xəbər əvvəldə yazılıb. Qaldı B və C variantı. Burada cavab B variantıdır. C niyə olmur? Çünki sual cümləsində fe'l əvvəlki formasına, yəni birinci formasına qayıtmalıdır. Yəni düzgün forma did you sign'dır. Did you signed yox. Buna görə cavab olur B variantı. Gəlin 17 nömrəli test tapşırığının izahına baxaq. Choose the correct interrogative sentence. Düzgün sual cümləsini seçin. Bilirik ki, sual cümləsinin quruluşu sual söz, köməkçi fe'l, mübtəda, xəbər formasındadır. Burada how many documents bizim sual sözümüzdür. Daha sonra biz köməkçi fe'l gəlməlidir. Köməkçi fe'limiz diddir. A variantını çıxırıq, did yoxdur. Həmçinin E variantında da did mübtədadan sonra yazılıb, əvvəl yazılmalıdır. Buna görə E variantını çıxırıq. Qaldı B, C, D variantı. Köməkçi fe'ldən sonra mübtəda, daha sonra xəbər gəlməlidir. D variantını çıxırıq, xəbər əvvəldə yazılıb. Qaldı B və C variantı. Burada cavab B variantıdır. C niyə olmur? Çünki sual cümləsində fe'l əvvəlki formasına, yəni birinci formasına qayıtmalıdır. Yəni düzgün forma did you sign'dır. Did you signed yox. Buna görə cavab olur B variantı.